Allahu Ekber. Özüm partlattı. Qollarımda deyirək, komandir ölmək istəmirəm. Əskərimin buz bağlanmış gözləri dəfası bile qızdırdı. Mənim qabağımda şəhid atasının ürəyi partlayıb ölüb. Şəhid də olaram, amma papağımı vermərəm erməniyə. Biz adama oxşamırdıq, biz yemək yeməmişik 6 gün. Salam, hər vaxtınız xeyir olsun News 24-ün daimi izləyiciləri. Reallığın izi ilə verilişimizin bugünkü qonağı 1-ci Qarabağ müharibəsi veteranı, Azərbaycan bayrağı ordenli, Ulu Öndərimiz Heydər Əliyev tərəfindən baş leytenant rütbəsindən mayor rütbəsinə birbaşa layiq olan Arif Məmmədovdur. Salam Arif bəy, hər vaxtınız xeyir olsun. Salam. Arif bəy, sizə Heydər Əliyev tərəfindən şəxsən mayor rütbəsi verildiyi günü necə xatırlayırsınız? 1991-ci ildə anam Azərbaycanın üstün qara buludalarkən mənim kimi 650 Azərbaycanın qeyrətli oğlu Şıxovda, biz Şəhidlər Xivanında andı çıxıb, Qarabağa yola düşdük. Bizim tabor ilk dəfə yaşlı uşaqlardan ibarət idi. Yəni Şıxovda yaranmışdıq 1810 Desan Şturmovoy batalyon. Sonra getdik bizim döyüş yollarını mən sizə deyim. Şuşa, Malbaylı, Kərzahan, Daşaltı, Kəlbəzər, Ağdara, Laçın, 11 ay Murov dağı, Füzuli, Tərtər, Ağdam. Bizim briqada deməli fasiləsiz səngərdə olub. 92-ci ildə Daşaltı əməliyyatından sonra rəhmətlik Əbülfəz Əliyev bizim briqadanı elədi 701. Yəni 701, 23 ay, 18-ci ildə dövlət yaranmışdı. Həmin briqadanın da adını bizə qoydu da 701 briqada. Biz həmin vaxtdan çöllərdəyik. Yəni çöllər deyəndə vətəni qoruyuruq. 1998-in 8 dekabrda prezident aparatında mənə xəbər verdilər. Mən də Ağdamın Əhmədağalı kəndindəydim. Sizə xəbər gələn vaxt siz Səngərdəydiniz. Mən, bəli, Səngərdə olmuşam. 98-in 7 dekabrda mənə xəbər verdilər ki, mən də taborun, 1-ci taborun 701 saylı hərbi hissənin 1-ci taborunun təlim-tərbiyyə komandir maviliyəm. Yəni rus dilində desək zampoliti. 650 əskər və zabiti komandiriyəm. Təlim-tərbiyə üzrə. Mən də Səngərdəydim. Mənə xəbər verdilər ki, sabah sən olmalısan prezident aparatında. Mən gecə ilə gəldim. Əskərlərim məni 3 kilometr yola saldılar. Gəldim Xaçın çayından keçəndə erməni güllə atdı. Düz qabağıma düşdü. Sonra gəldim orada bizim hərbi hissə Tərtərdə yerləşirdi. Oradan gəldim Bərdəyə, oradan Yevlaxa, gecə ilə gəldim evə, Bakıya. Səhər-səhərdə getdik prezident aparatına. 94-cü ilin yanvarın 27-sində Azərbaycan bayrağı ordeni mənə təqdim etmişdilər. Bu Azərbaycan bayrağı ordeni mən 1993-cü ilin dekabrın 30-dan 31-nə keçən gecə dəniz səviyyəsindən 3700 metr olan Murov dağına bizim tabor qalxdı. Mən də Minamyotun batalyanın komandiri idim. İndi əskərlərim sağdır, həmin əskərlər. İlk ateşi mən açdım. Maskalat geyinmişdik, vinokul boynumuzdaydı. Qalxdıq, gedə saat 2-də tabor qalxdı, səhər 5-də bizim tabor hücum elədi. Mən də 60 mm-li minamyotla faşist, cəllad, tülkü erməninin yuvasına ilk ateşi mən açdım minamyotdan. 93-cü ilin dekabrın 30-dan 31-nə keçən gecə. Tabor da hücum elədi. Biz oranı aldıq, erməniləri həmin o postların hamısını azad eləyəndən sonra mən aşağı düşdüm. Maskalatdaydım, əskərlərimlə bir yerdə. Buz bağlamışdı əllərimiz, yadımız. Sonra orada... Neçə əskər olardınız təxminən? Neçə əskər idiniz həmin vaxt orada? Mənim əskərlərim, minamyotla basarlayan əskərləri 20 əskərlə qalxmışdım oraya. İndi həmin, mən Kəlbəcərdən də çıxanda demişəm, 52 əskərimə 20-si qalıb. O vaxt bizi çıxartdılar, Şuşadaydıq, Laçındaydıq biz. Mən orada deyirəm, əsəbləşirəm. Deyirəm, 52 əskərimə 20-si qalıb. İndi 4 əskərim şəhid oldu. Bizim orada sapyor komandir vardı. Onun əskərləri şəhid oldu. O əsəbindən avtomatı çırpıb ağlayırdı. Yəni mən 50 şəhid gözü yummuşam öz əskərimin. 100-ə yaxın şəhid aparmışam. Şəhid adı çox dəhşətlidir. Ana ağlayır, başının saçı ağarır. Mənim qabağımda şəhid atasının ürəyi partlayıb ölüb. O vaxtda biz gəldik, sonra 16 saat yol gedib, 6 gün yorğanımız oldu qar, döşəyimiz oldu buz. Ulu Öndərə mən dedim onu. Dünyada Azərbaycan əskəri kimi döyüşən, vətəni sevən heç bir insan yoxdur. Görürsən, mənim
Əskəri biz 6 gün qarın içində qaldıq. Təkə qayısı deyilən yer vardı. Oradan erməni gecə gəlmək olmur, 40 dərəcə şaxtadır. Dünyada heç bir əskər aç susuz dağın başında 2 metr qarın altında qala bilməz. Azərbaycan əskəri dözürdü. Bizim tabor, Azərbaycan ilk birinci taboru, 701-in birinci taboru, bütün aç susuz qalmışdı. Mənim starşinam, Allah onu rəhmət eləsin, Akif Hüseynov gəldi mənə dedi ki, komandir, halal et mənə haqqını. Mənim hər bir əskərimin üstündə, bayrağın üstündə, Azərbaycan bayrağının üstündə, ola bizim formamız, bizim kəfənimizdir. Bayrağın üstündə əl qranatı vardı. Mən əskərlərimə demişdim, biz əsir düşməməliyik düşmana. Mənim əskərlərim heç vaxt düşman qarşısında diz oturmaz. Rəhmətli Akif mənə dedi ki, komandir, mənə halal elə. Mən əsir düşməyəcəm, özümü partladacağam. Vətən uğrunda, Heydər Əliyev uğrunda 5 əskər götürdü, getdi. Dağıtmışdı oranı. Sonra əskərlərimin ikisi yaralanmışdı, 2 əskər qayadan atlanmışdı. Akif Hüseynovi özü qalmışdı, orada atışmışdı. Axırda erməniyə əsir düşməmək üçün qranatı çəkib Allahu Əkbər özüm partlatdı. Mənim əskərlərim gəldi mənə dedi ki, komandir, Akif qalıb orada. Gec idi. 5 dənə əskər götürdü, getdi, dağıtdı. Gördüm Akifin Quran da cibindən ermənilər axtarmışdılar. Qranatı çəkib sinəsinə sıxmışdı. Onun gözləri buz bağlanmışdı. Azərbaycanda yeganə zabitəm ki mən. Əskərimin gözlərin buz bağlanmış gözləri nəfəsimlə qızdırdım. Onun gözlərin qanlı maykası ilə gözlərin çənəsini bağladım. Onun alnını öpüb söz verdim ki, Səfli kəndinə düşəcəyəm. 5 əskərlə düşmüşdüm oraya. Onun qanını yerdə qoymadım mən. 10 dəqiqə çıxış elədim. O məni çəkdi balası kimi bağrına basıb, alnımdan, üzümdən öpdü. Mənə dedi ki, bu nədir? Dedim ki, bu baş leytenant. Mən sənə deyir, mayor verdim. Deməli, Azərbaycan dövlətində, Respublikasında yeganə bir zabitəm ki, mən baş leytenantdan mayor rütbəsi verilib mənə. Kim verib? Dünya siyasətinin lideri, dünya şöhrətli insan, Atatürk ordenini, Şah İsmail Xətainin davamçısı, 60 milyonluq dünya Azərbaycanın sönməz günəşi, ulu öndəri, Azərbaycanın baş memarı, dövlət qurucusu, Azərbaycanın konstitusiyasını yazan, dünyanı idarə etməyə qadir bir şəxs, rəhmətli Heydər Əliyev. Mən ona ulu öndər deyirəm. Hər il mən anım günü, onun anadan olduğu gün bütün televizorlarda, hər yanda məni çağırıram, çıxış edirəm. Mən ömrüm boyu o kişiyə mən demişəm, Heydər Əliyev mənim kəbəmdir, qibləgahımdır, ziyarətgahımdır, Heydər Əliyev mənim bayrağımdır, Heydər Əliyev mənim Allahdan sonra ikinci adamdır. Fasiləsiz mən səngərdə olmuşam. Əskərimə deyirdim, siz ulu öndər deyir, Azərbaycan əskəri mənim nəvəmdir. O əskərə baxmırdı. Əskərin nəvəsi qədər sevirdi. Arif bəy, elə həmin gün Heydər Əliyevin qarşısında çıxış etdiyiniz gün bildirirsiniz ki, 650 əskərlə and içib Qarabağa yola düşürsünüz və oradakı döyüşlərdən sonra sadəcə 2 nəfər sağ qalır, belə bildirmişsiniz. Həmin o 2 nəfərdən yəqin ki, biri siz idiniz, bəs biri kim idi? Həmin taburda demək olar ki, Azərbaycanın qaymaqları yığılmışdı. Ali savadlı uşaqlar, orada əskər yox idi. Biz Şıxovu gəldik orada, Rusları qovduq oradan. Mənim onda 37 yaşım vardı. Azərbaycanın ən qeyrətli, qaymaq uşaqları idi orada. Biz getdik orada, Daşaltı əməliyyatında bizim dövlət rəhbər yox idi. Allah Əbülfəz Əliyevi rəhmət eləsin. Biz getdik döyüşlərdə həmin uşaqlar Daşaltı əməliyyatından bizi satmışdılar. 53 nəfər yaralandı, orada şəhid oldu, çoxlu uşaqlar yaralandı. Sonra biz gəldik həmin Şıxova. Şıxovda orada komandirlər qaldı. Sonra da biz gənc əskərlər götürdük oradan. Həmin o 650 Azərbaycanın qeyrətli olanlardan şəhid olan oldu. Sonra oradan çıxıb gedən oldu, yaralanan oldu. Bütün mənlə döyüşən o birinci tabur var ha, o əvvəlki uşaqlar. Allah onları qəni-qəni rəhmət eləsin. Onlar indi bizim şəhidlər xəbanında oyunur. Bizdə uşaqlar vardı, Krasavis deyirdilər. O qədər göyçək, ali savadlı, aspirantura tutarmış. Mənim 2 əskərim vardı. İndi o adı yadımdan soruşur. Daşaltı əməliyyatında onun papağını vurdu, düşmüşdü yerə. O, özün atdığı papağını götürdü. Deyir, komandir, bizim bu papağımız, bizim namusumuz, qeyrətimizdir.
Bütün Azərbaycanın rayonlarından uşaqlar qeyrətlidir. Amma mən bu oğlanı gördüm. Özün atdı, papağını götürdü. Dedim mən şəhid də olaram, amma papağımı vermərəm erməniyə. Güllə altında orada ermənilər bizim formanı geymiş, Azərbaycanda bizi çağırırdılar orada daşaltı əməliyyatı. Daşaltı əməliyyatı nədir ki? Hamı tələ qurmuşdular. Anası ermənilər əlində bizim uşaqları apardılar, saldılar tələyə orada. Amma həmin taborda mən Zampolit batalyonunun tək qalmışam həmişə. Bir də mənim staşinam vardı. İndi adı dilimdə dolaşır onun. 2 nəfər qalmışdıq o 91-ci ilin uşaqlarından. Həmin adam yaşayır indi. O bəli yaşayır. İndi o staşinatda, indi o çıxar, pensiya çıxar da. Mən Ulu Öndərə dedim, mənim 650 uşağın 50% şəhidləri Xiyabanda uyur. 20 səngə anam Azərbaycanın ağ saçlarına erməninin mundar ayağı dəyməsin deyərək öz qanıyla, kəfəni onların forması olub, öz qanıyla boyayıb itkin düşən əskərlərim var. Bu mənim kəfənim olacaq. Mənim əskərlərimin kəfəni onların formasıdır. İtkin düşən əskərlərdir. Arif bəy, 1993-cü ildə öz əskərlərinizlə birlikdə Murovdağ döyüşlərində iştirak etmisiniz. Həmin dövrü necə xatırlayırsınız? İndi deyirəm sizə. 1991-ci ildə mənim ilk komandirim olub Zadir Rızayev, rəhmətli general-mayor Lənkəranın Şürük kəndindədir. O, Murovdan Kəlbəcərə yol olmayıb. Balaca maşınlar gedir. Bizim tabor, biz getdik oranı açdılar balaca yolla. O dağda insan yaşamır, canavar yaşamır orada. Mən 11 ay orada döyüşmüşəm. Mən əskərlərim orada Ağdərədən gəldilər, oradan getdik Laçına. Laçında, Xoçaz dağında insan yaşamır. 701 sayılı hərbi hissənin briqadası, əskərlər orada. Demək olar ki, insan yaşamayan yerdə Azərbaycan əskəri yaşayırdı. Azərbaycan əskəri avtomatla BMP-nin qabağına çıxırdı. Rus BMP, 366-cı alay. Libo insana cavab verərəm, dünya insanlarına cavab verərəm. Azərbaycan əskəri kimi əskəri yoxdur. Bax, mən sizə bəyan dedim ki, Akif Hüseynov Ermənistanın Zov kəndində özünü partlatdı. Meytin sözlərinin davamçısıdır. Kim özünü ölümə verər? Allahu Əkbər deyərək qranatı çəkdim. 2 yaşında oğlu qalıb, Sumqayıtda olur. Onlar əsl Azərbaycanın milli qəhrəmanı olardı. Əsl komandir qabaqda getməlidir. Əskərin qabağında getməlidir. Mən də əskərlərim mənə yol verdi, gec getmişdim. Əskər ayağını açdı öndə, buşlasının altında qranat qoymuşdu erməni. Əskərimin mənə yol verəndə qıça düşdü oraya, partladı. Onun dabanı getdi. Onun ayağını bağladım, qoydum o bursa qardaşının belinə, getdi. İndi mənim əskərim mayordur, pensiyadadır, İsmailə. Yanşağa düşəndə itburnun ona yedirdim, özüm qabıq yemişəm. Mənim əskərlərim şahiddir hamısı. Biz adama oxşamırdıq, biz yemək yeməmişik 6 gün. Mədəmiz yox, heç şey, amma qar yiyirdik, amma dözdük. Arif bəy, o dövrdə, yəni müharibələrin, şiddətli döyüşlərin getdiyi dövrdə hansı hadisələri bu günə qədər unuda bilmirsiniz? 1992-ci ildə Kəlbəcərin Ağdaban kəndində, indi əskərlərim sağdır. 2 tərəfdən gələn erməni atəşə tutdu. Mənim Nizami adında bir tağım komandiri vardı, o da mayor oldu, getdi. 6 top qalmışdı. Ermənilər bizə topla ateşə düşürdü. Əskərlər hamı səngərdədir, mən də baxırdım. Azərbaycan əskərinə snaryadi qoydu arxasına, sürünə gəlirdi, deyirdim ateş. Bir dəfəlicə 6 dənə top atılırdı. Erməninə qan qusturdum. Mən bir də gördüm, Elməddin adında əskər gəldi, dedi komandir, dedim nədir? Dedi ermənilər oradan gəlir, biz 6 nəfər qalmışıq. Sumqayıt batalyonu silahları yadı qoyub qaçıblar hamısı. Pulemötü yadı qoyub qaçıblar. Bunlar da qaça gedir, aşağıda qalırlar, deyirlər ki ermənilər güzgünü aldı. Heç yadımdan çıxmaz, Gülü nənə vardı Çəpli kəndində. Bilmirəm indi o vaxt yaşlı adam idi. Demişdi ki mayor Arif müəllim sağ qalsa ona bir dənə keçi kəsirdi. Mən onun həyat yoldaşı ermənilər vurmuşdu qapısının ağzında. 2 dənə balaca körpəsi vardı, oğul uşağı, bir də 2 dənə də qızı vardı. Mən sürünə gedəndə yer palçıqdı, Aşıq Şəmkirin qəbri var orada. Elə biraz getmişdim, bir də gördüm qabağıma snaryad düşdü. Onda lal oldum. Əllərimi qoydum, dedim 2 qızım vardı, 6-8 yaşında, 8 il ata əsrəsində olublar. Dedim balalarım qaldı yetim, Allaha qurban olum. Lal oldum, gözlərim görür. Danışa bilmədim. Gördüm arxadan əskərim mənə itələyir ki, get komandir. Bütün qurumuşam. Bir də gördüm ki, başıma bir vedrə buz tökdülər. Tər bastı, soyuq tər.
Bədənimə başladı, bədənim işləməyə. Boynumla əskəri göstərdim. Dayı, əlimi də tərpədə bilmirəm. Snaryad qalıb, yer palçıqdı, partlamadı. Snaryad düşüb, altında palçıqdı, belə barıt partlamayıb. Haçandan uşaqlar düşdü dərəyə, mən fırlandım, getdim. Getdim, dağa qalxanda duman idi. Əskərlərim məni qorxurdu, 18 yaşında uşaqdır. Məni yaxınlaşırlar mənə. Dedim, oğul, dedi, nədir? Dedim, biraz aralı gedin. Ola bilsin ki, erməni çıxdı qabağımıza, bir yerdə bizi güllələdi. Amma biraz aralı. Qalxdım yuxarı, mənim avtomatımda 3 dənə mağaza vardı. Qalxdım ayağa, başladım atmağa, uşaqlar dedim, tökülün. O, Azərbaycanda hazırlamışlar, mənim barmağımın yadımda dağıtdı. Düşdüm oraya. Mən onda gördüm ki, mənim əskərlərim atasından çox məni istəyir. Bir dənə oğlan vardı, qışqırırdı, avtomatı göyə atırdı, Sabirabaddandır. Biz ona nimes deyirdik, elə arıq idi, belə uşaqdır. Vazgen, dedim, dayan. Zaqatalandı mən vardı. Əskərim 200 metr lent atmışdılar, əl kilometrini. Keçirtdi oraya, meşəni yandırdı. Erməniləri susturdu. Hamısı uşaqları yığdım başıma. Orada qalmışdım orada. Sonra bizə xəbər verdilər, gəlin. Bir dənə top vardı. Onun sinərədində boşaldı, get tutuşdu. Axşam mənə xəbər verdilər, səhər-səhər komandir, əskər ölür. Gecə zəhərliyinə batmışdı, onun sinəsinə. Onu götürdüm, apardım Çəpli kəndinə. Oradan apardım İstisuya. Əskərim İstisuda onu həkim ona nəfəs verdi, əskərim şəhid oldu. Mənim bir əskərim yazır, indi vəzifədə oxurdu. Ruhdan düşməməsi əskərini allatmışdı abid. Vaxt keçmişdi, yazırdı mənim əskərim. Mən gəldim, əskərlərimi ruhdan salmamasın. Dedim, sizin qardaşınız Bakıya getdi. Amma o şəhid olmuşdu. Bəs bir məsələ mənə maraqlıdır Arif bəy. Bugün Heydər Əliyevlə bir neçə dəqiqə söhbət eləmək şansınız olsaydı, ona hansı hissləri, ürəyinizdən keçən hansı sözlər demək istəyərdiniz? Bilirsiniz, mən sizə nə deyirəm? Həmin günü mənə Ulu Öndər balası kimi bağrına basıb, baş leytenantda mayor rütbəsi verdi. Məni qucaqladı. Həmin gün Səfər Əbiyev dedi, qalx. Mərasimdən sonra mayor oldu. Həmin gündə getdim, baş leytenantda mayor rütbəsini aldım. Və Ulu Öndərə görə bütün nazirlər mənə hörmət edir. Hara gedirəm? O hörməti mən özüm saxlayıram. Bugün mən Allaha demişəm, cənab prezident, mən orada demişdim də, jurnalist mənə intifak edir. Allah mənim ömrümdən kəsib o kişiyə versin. Nə üçün? Mən gedə bilərəm bu dünyadan. Amma bu dünyada bu insanları xilas etdi o. İndi bu günləri balaca bağçada olan ağsaqqalara, ziyarlara, mən cənubluyam, düzdürmü? Mən cənubluyam. Demirəm, insanlar hamısı. Bizim zona din adamıdır, Allah adamı yox biz. Başa düşürsən? Allah adamı olduğumuza görə gündə 3 dəfə namaz qılırsan. İndi hamısı olmaz, 5 parmağın 5-i bir deyil. Hamı o kişiyə dua oxuyur. Yaşlı da adamlar var ha. Onlar qocalar, nənələrimiz, babalarımız, atalarımız. Mən deyirəm, cənab prezident, atam namaz qılanda birinci sırada oxuyur, sonra mənə dua. Mən yalan danışmıram. Dünyada ən dəhşətli şey müharibədir. Hər saniyə ölümdür. Bu qollarımda deyirək, komandir, ölmək istəmirəm. Cavan uşaqlar, əskərim, qan içində çobalayan balalarım. Komandir, ölmək istəmirəm. Allaha yalvarmışam. Dizə oturmuşam. Allah, bunlara bir şey olmasın. Onlar Azərbaycanın ən qeyrətli oğlanlarıdır. Hamısı da kasıb balasıdır. Vətəni sevən, dövlətini sevən, anasının, bacısının namusunu qoruyan o şəhid balaları var ha. Onlar Beşdə yatırlar. Onlar hacı da olardı, Kərbəlayı da olardı. Onlar vətən uğrunda canım verib. Kərbəlayı, ziyarətçi, hacı mənim əskərlərimdir, şəhid balalarıdır. Arif bəy, mən sizə çox təşəkkür edirəm, minnətdaram. Sizin yaşadıqlarınızı hər insan yaşaya bilmir. Sizin gördükləriniz və müharibə şəraitini. Ümumiyyətlə, biz hər zaman bilirik ki, müharibə şəraiti insanın yaddaşında böyük bir travma kimi qalır. Bu çox çətin və qanlı günlərdir. Həmin günləri yaşamaq hər insana nəsib olmur. Hər insan da həmin travmanın altından çıxa bilmir. Çox təşəkkür edirəm sizə. Səni öpürəm, sizin kollektivi öpürəm, bağrıma basıram. Sağ ol oğul, sağ ol.